yaxşı bilirsən, mən də yaxşı bilirəm ki, adi bir fəhlə işləmək üçün işə gedirsən. Soruşurlar ki, səni kim göndərib, kimin adamısan? Mən vaxtı ilə gəlmişdim Milli Məclisə, həbsdən çıxanda, mərhum Hadi Rəcəblinin yanına, deputat Hadi Rəcəblinin yanına gəlmişdim mən. Və ondan mən soruşurdum, mən bir məhkum kimi, həbsdən çıxan bir məhkum kimi sosial adaptasiya olmaq istəyirəm. Bununla bağlı qanun qəbul olunub. Amma bu qanun niyə işlək deyil? Bu qanun icrası ilə bağlı dövlət büdcəsindən vəsait ayrılıb. Hara ayrılıb o vəsait? Hardadır o vəsait? Niyə sosial adaptasiya müəssisələri səmərəli adekvat fəaliyyət göstərmirlər? Niyə cəza çəkmə müəssisələrindən çıxan şəxslərin dərhal işlə təmin olunması prosesində səmərəlilik və keyfiyyət təmin olunmur? Kim ki içəridə yatıb, həbsdə olub deyənə, onu heç yerdə işə qəbul eləmirlər ki, nədir bu adamın məhkumluğu olur. Və bununla bağlı görə ki, sosial adaptasiya haqqında qanun var. İşləmir qanun. Qanun işləmir. Və nəticədə Hadi Rəcəbli Rəşid Behbudov adına mahnı teatrının yanında yerləşən bir restoran var idi. Məni həmin restorana göndərdi. Kimin restorandır bu restoran? Oğlunun restoranıdır. Tural Rəcəblinin restoranıdır. Getdim həmin restorana mən. Gəlmişəm. Özümü təqdim elədim. Nə iş gəlsən burada? Kassir. İş saatı nə qədərdir? 13 saat. Gündəlik maaş nə qədərdir? 10 manat. Hadi Rəcəblinin oğlunun restoranında mənə təklif edilən iş buydu. Gündəlik 10